Bugünkü danışacağımız mövzu allergik övrədir. Allergik övrə dərinin müxtəlif nahiyələrində qaşıntılı, qabarıq, qızartılı səpkilərdən ibarət bir xəstəlikdir. Bu xəstəliyin yaranma səbəbləri müxtəlifdir. Ən çox yaranma səbəblərinə aid olan faktorlar qida faktorudur, dərman allergiyalarıdır, məişət tozları və ya hər hansı bir mövsümi allergiyalarda hər hansı bir tozcuqlar, ağac tozcuğu, ev heyvanları və yaxud müxtəlif böcək dişləmələri, arı sancması kimi səbəblər vardır ki, bu xəstəliyin əlamətlərini üzə çıxardır. Qida faktorlarını nəzərə alsaq, müxtəlif növ qidalar var ki, allergik övrənin yaranmasına səbəb olur. Bu qidalara qarışıq qidalar aiddir, hansı ki, allergen gücü yüksək qidalardır. Çərəzlərdir, çiğ halda soğan, sarımsaq, ketçup, mayonez, paket qidalar, aşırı şirin qidalar, şokolad, mürəbbə və s. kimi aşırı şirin qidalar var ki, onlar da allergik övrənin ortaya çıxmasını tetikləyir. Acı qidalardır, tutmalar, turşular ən çox qış aylarında istifadə olunur. Bu cür xəstələrin allergen gücü yüksək olan qidalardan uzaq durmasını məsləhət görərdim. Allergik övrənin araşdırılmasında, yəni səbəbinin ortaya çıxarılmasında müxtəlif diaqnostik metodlardan istifadə edirik. Eləcə allergi testlərimiz var, həm pirik testlərimiz, həm qandan yoxladığımız testlər var. Provokasyon testlər edə bilirik. Bununla da rahatlıqla övrənin yaranma səbəbini ortaya çıxardırıq. Düzdür, bəzi hallarda idiopatik olur, biz onları səbəb tapa bilmirik, amma müalicə ilə nəticəyə baxırıq və 90% hallarda müalicəmiz effekt verir. Xəstəlik əlamətləri 6 həftədən çox sürürsə, bu o deməkdir ki, biz artıq xroniki hala keçirik. Həkimə tez müraciət etdikdə biz xroniki hala keçməsinin qarşısını daha yaxşı ala bilirik. Xəstələr arasında belə bir mif var ki, allergiya müalicə olunmur, amma indi yeni metodlar vardır. Yeni müalicə, eləcə də yeni preparatlarımız vardır ki, biz bunlarla allergik övrədən, eləcə də başqa allergik xəstəliklərdən tamamilə canımızı qurtara bilərik.